Salam əziz tələbələr, hər vaxtınız xeyir. Yenə də ənənəvi olaraq sizlərlə birlikdə rəqəmsal məntiqin izahları ilə davam edirik. İndi baxaq 20 nömrəli suala. Deyir 2023-cü ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 426 min nəfərə sosial müavinət, 368 min nəfərə isə prezident təqaüdü ödənilib. Deyir 2023-cü ilin birinci rübündə əhali ödənilən sosial müavinət və prezident təqaüdlərinin dəyəri və bu göstəricinin 2022-ci ilin müvafiq dövrünə nəzərən faizi müqayisəsini göstərib diaqramda. İndi bizə də yekunda qeyd edir ki, 2023-cü ilin birinci rübündə sosial müavinətlərin manatla miqdarı 2022-ci ilin birinci rübündəki analoji göstəricisindən neçə milyon manat çoxdur. Baxın, gəlin əziz tələbələr, belə fikirləşək. Bu yaşıl hissə bizim üçün sosial müavinətləri göstərir. Deyir ki, qrafikimizdə 2022-dən 23-ə keçəndə 24% artıb və 24% artaraq 244 milyon manat olub. Deməli, bu bizim üçün 2023-cün dəyəridir. Sağ tərəf sualda bizə lazım olmasa da yenə də qeyd eləyək. Sağ tərəfdə bizim üçün prezident təqaüdləridir. Prezident təqaüdləri də 2022-dən 23-ə keçəndə 21% artaraq 159 milyon manat olubdur. İndi biz 2023 dəyərini bilirik sosial müavinətlərdə. Biz indi bunun 2022 dəyərini tapıb onlar arasındakı fərqi hesablamalıyıq. Bunu da necə eləyəcəyik? 2022 dəyərimiz bizim üçün olsun x. Çünki bilmirik. Amma ilkin dəyər olduğu üçün biz onu faizlə 100% olaraq hesablayacağıq. Bilirik ki, 2023-cü il dəyərimiz də 24% artıb, bax, sualda göstərir. 24% artıbsa 100 olub 124%. Bəs bu 24% artandan sonraki dəyərimiz neçədir? Baxın, 244 milyon manat. Təbii ki, burada milyon manatı bir kənara qoyaraqdan birbaşa 244 olaraq baxa bilərik. O sıfırlar onsuz ixtisar gedir. Yekunda burada x-i tapmaq olar. Yəni ilkin dəyəri 2022-ci ilin analoji göstəricisi. Çarpaz olaraq vurub hesaplayandan sonra burada x-in dəyəri bərabər olacaq bizim üçün 196,77 milyon manat. Yəni bunu yekunda milyona vurursunuz, amma sual üçün ehtiyac deyil. İndi əziz tələbələr, bu 196,77 bizim üçün 2022 dəyəridir. Burada gördüyünüz 244 milyon ise sualda verilen, o da getirin buradan yazım. Bu da bizim için 2023 değeridir. İndi yekunda bize düşen bu 2022 ile 23 arasındaki fərqi tapmaqdır. Bunu da yazarıq ki, 244 çıxılsın 196,77 olaraq. Bu aradaki fərq bərabərdir bizim üçün 47,23 olaraq yazarıq. Sualda da bizə qeyd edib ki, onda birlərə qədər yuvarlaqlaşdırın. Onda bir nədir bizim üçün? 2-dir. 2-nin sağında 3 var, onun bizim üçün mahiyyəti yoxdur. Deməli, cavabımız bərabərdir 47,2-yə. İndi baxaq 21 nömrəli suala. Deyir, müəssəsə işçilərin aylıq əmək haqları üzrə sayının paylanması diaqramına əsasən aylıq əmək haqları 600 manatdan çox olan işçilərin orta əmək haqqını tapın. Ümumilikdə orta anlayışı nədir? Bütün rəqəmləri toplayıb onun sayına bölməkdir. İndi deyir, aylıq əmək haqları üzrə işçilərin sayının paylanmasının diaqramı budur. Sol tərəfdə bizim üçün görürük ki, işçilərin sayı, aşağıda da bu aldıqları maaş, yəni 400-dür, 600-dür, bunu qeyd edibdir. Bizə sualda deyir ki, 600 manatdan çox. Deməli, 600 manatdan çox deyirsə, siz elə bilər, 600 özünü işə daxil eləyə bilmərik. Bizə lazımdır 800 manat alanlar, bir də 1000 manat alanlar. Baxın, 800 manat alan neçə dənə işçi var? 24 dənə. Yazdım 24 vurulsun 800. Təbii ki, mən qalxıb da burada 24 dənə 800-ü yan-yana yazıb toplamaqdansa birbaşa 24 vurulsun 800 olaraq yaza bilərəm. Üzərinə gəlinsin, 1000 manat alanda 6 nəfər var. Üzərinə gəlinsin, elə 6-nı 1000-ə vurub birbaşa 6000 olaraq yazsaq, yəqin ki, bizim üçün problem olmaz. Bölünsün. Demişdik ki, ədədləri toplayıb onun sayına bölmək lazımdır. 24 dənə ədəd buradadır, 6 dənə ədəd də buradadır. Bölünsün 24 plus 6. Bu da bərabərdir bizim üçün. Yekunda sürətimiz əldə olunacaq 25.200 bölünsün. Məxrəcdə də bizim üçün alınacaq 30. Deməli,
25.200-ü də 30-a böldüyümüz təqdirdə əldə edəcəyimiz dəyər 840 manata bərabərdir. Yəni 600 manatdan çox maaş alan işçilərin orta əmək haqqı 840 manata bərabərdir. Bu da A variantı. Hər birinizə əziz tələbələr, imtahanda uğur diləyirəm.